Martın 18'i Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, lakin səhər bəzi yerlərdə çiskin olacaq, şimal-qərb küləyi əsəcək. Temperatur gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Temperatur 9-11 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq. Gündüz yağıntılarda fasilə olacaq, duman gözlənilir. Şərq küləyi arabir bəzi yerlərdə gözlənəcək. Temperatur gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 7-12 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.